Mr. Booth, I have a question for you. Yes, ma'am. Did you go to Nautilus for middle school? Oh my goodness. Bu qədər də təsadüf olmaz deyəcəyiniz bir video ilə qarşınızdayım. İnanılmaz bir hadisə baş verir. Orta məktəbdə bir yerdə oxuyan iki insan illər sonra gözlənilməz şəkildə məhkəmə zalında üz-üzə gəlir. Hadisə Floridada baş verib. Hakim Midding Glazer olduqca tanınmış və karyerası boyunca maraqlı hadisələrlə qarşılaşmış bir insandır. Onun yaşadığı ilk qəribə hadisə saxtakarlıq işi ilə bağlı məhkəmə zamanı baş verir. Hakim qarşısında dayanan təqsir olunanı görəndə onu sanki hardansa tanıdığını hiss edir. Söhbət əsnasında məlum olur ki, sanıq bir həftə əvvəl hakimlə eyni istirahət turunda iştirak edib. Hakim zarafatla "Yaxşı vaxt keçirmişdik, elə deyilmi?" deyə soruşur. Sanıq da gülümsəyərək onu tanıdığını etiraf edir və hətta birlikdə rəqs etdiklərini deyir. Bu qısa və maraqlı dialoq məhkəmə zalında hər kəsi təəccübləndirir. Lakin bu, hakimin yaşadığı tək təsadüf olmur. Cəmi bir ay sonra daha da təsirli bir hadisə baş verir. Oğurluq və digər cinayətlərdə ittiham olunan Artur adlı şəxs hakimə çox tanış gəlir. Hakim ondan orta məktəbi harada oxuduğunu soruşur və aldığı cavabla hər şey aydınlaşır. Məlum olur ki, onlar illər əvvəl eyni məktəbdə oxumuş, birlikdə futbol oynamış sinif yoldaşlarıymış. Bu an hər iki tərəf üçün olduqca duyğusal olur. Hakim göz yaşlarını saxlaya bilmir və deyir: "Sənin vəziyyətin necə olduğunu həmişə düşünürdüm, amma səni burada görmək məni çox üzür." Hakim Artur haqqında uşaqkən ən yaxşı uşaq idi. Bərabər futbol oynayırdıq, amma indiki vəziyyətə bax. Artur isə utancdan ağlayaraq keçmiş dostunun qarşısında durmağın onun üçün nə qədər çətin olduğunu etiraf edir. 10 ay həbs yatdıqdan sonra Artur Wood azadlığa çıxır. Onu qarşılayanlar arasında hakim də var idi. Hakim ona "Ailənə bax, çalış, iş tap, işlə. Qanunu pozma, başqalarına ziyan vurma. Biz sənin üçün əlimizdən gələn səyi göstəririk. Bizi məyus etmə." O da hakimə söz verir ki, etməyəcəm. Amma o sözünün üstündə durmur. 8 ildən sonra Artur yenidən həbs olunur. Bu dəfə o oğurluq və soyğunçuluqda ittiham olunurdu. Uşaqlıq dostları yenidən qarşılaşırlar. Hakim deyir ki, bu səfər sizin işinizə baxa bilməyəcəm. Başqa bir hakimdən xahiş edəcəm ki, o baxsın. Ümid edirəm ki, hər şey sənin xeyrinə nəticələnər. Dostlar, bəs siz belə bir təsadüflə qarşılaşsaydınız, qərarınız necə olardı? Fikirlərinizi və cavablarınızı şərhlərdə bizimlə bölüşməyi unutmayın.